Varikoz damar xəstəliyində trombun yaranmasına tez-tez rast gəlirik, amma yaranmış trombun dərin venaya sirayət etməsi, xüsusən də dərin venada ən azı 20 sm ölçüdə flotasiya deyirik, quyruq şəklində uzanması nadir rast gələn bir haldır. Burada tərpənən damarın içərisində bu dərin venada olan trombdur. Həmin tromb hissədir damarın içindəki, ortadakı tərpənir. Bu dizaltı proyeksiyadadır. Təxminən budun orta üstə bir sərhədinə qədər irəliləyir. Bu bölgədən başlayır, bura qədər irəliləyir. Yanaşı şəkərli diabeti var, yanaşı ciddi bir qaraciyər problemi var, yanaşı börək xəstəliyi var və bu problemlərin cəmi olaraq artıq varikoz xəstəliyində trombun yaranmasına fon formalaşır. Bəli, bugünkü gün xəstənin trombuna görə yüksək dozda qandırıcı lazımdır, amma qaraciyər probleminə görə, börək probleminə görə bunun olmaması lazım. Belə olan halda xəstədə hansısa bir ağırlaşma baş verərsə, günahkar kim olacaq? Həkim. Əslində isə bu problemlər vaxtında nizamlanmalı idi. Nizamlanmadığı halda üst-üstə yığılır və bir gün bu şəkildə partlayır. Həkim də, xəstə də bir növ çarəsiz qalır.